Ay Məsud Pezeşkiyan, Rəsmxuru möhtərəmi vaxt buyurublar ki, pənkə işlətməyin, kule qazı işlətməyin. قدیم مگه ما کولر نبود پنکم نبود ما تو خونه هامون مشکلی داشتیم مگه Kule müləzzə xamışlığı müşkil bərgimiz həll olar. Qədim bəy nazir idi, millət bəy məsələn pənkə işlətməsəydi nə olar? Kuler yox idi o zaman nə mənə idi gəzi. Bu ki ay Pezeşkiyan istəyir biz qeydaq 100 il qabağa bundan mənim işim yox. Söhbətdir buyurublar, ona görə də danışacaq. Bu həmin o 100 il qabağın bəhsi qoydum qıra. Amma kişinin oğlu bu sözü kuler altında buyurub. Yəni siz ruznamədə də əksinə baxsa kuler qazı altında bu söz deyib, ona görə bir dar gəlir. Yəni bir çıxsaydı məsələn gün qabağında mı desəydi, tərrəsəydi bu sözü desəydi, deyərdi ha çəşm. Ləxə rəsmxurumuz da buyurublar. Və məmləkətin böyüyücü deyil lan. Deyir ha, bu cür gedin qabağa müşkil bərtərəf olsun. Ona görə biz adama bizən söz bizur olacaq adam qəbul eləyə hərdən. Yəni o şərait, o tarçu, bu təsviri ki var adam ona baxır, ya özü tər içindədir, biz də riayət eləyək də. İndi bax həmin o iki bəy qaldıq əlimizdə 100 il qabaq. Biz əsə getdik 100 il qabaq. Ay Pezeşkiyan 100 il qabaq əsən havamız risklidir. Yel vadi, yağış vadi. Nəhayət bir dənə nar çay istəydi. Millət bir də abdıq xiyardan, sudan, sərin suyla keçsinərdi. Axşam da ki həmişə sərin idi. Hətta əgər Azərbaycan özəsini danışaq. Tehrana işim yox. Sərin idi da. Deyə bax qədim cavanlarda iman var idi. Namaz qılardılar. Yağış yağardı. İndi yağmır ki, yağış yox ki. 2 qətrə yağış yağır. O da nə olur tez aquşi götürür. Məmməd oturaq.